qayyumluğa götürənlər. Bəli. Valideynlər uşağın hüquq və maraqlarını müdafiə edən, bəli. Bir də belə deyək də övladlığa götürənlər, bəli, qayyumlar. Aha. Bəs tərbiyəçi müəllim uşağın qanuni nümayəndə ola bilər, müəllimə? Xeyr. Bəli, ola bilməz. Yaxşı, siz mənə nəyi qeyd edin? Bir dəqiqə. Diferensiallaşdırma deyildikdə nə nəzərdə tutulur, müəllimə? Diferensiallaşdırma deyəndə fərdiləşmədir, müəllimə. Fərdiləşmə. Bəli, uşağın fərdi xüsusiyyətlərinin nəzərə alınması. Nəzərə alınmalıdır, bəli. Daha sonra siz mənə nəyi qeyd edin? Bir dəqiqə. Qeyd elədik ki, məktəbə qədər təhsil müəssisəsinin 4 növü var idi. Bağçanın, yəni. Hansıları idi onlar, müəllimə? Məktəbə qədər təhsilin 4 növü? Bağçanın 4 növü var idi, məktəbə qədər təhsil müəssisəsində. Körpələr evi. Ay, sağ ol, körpələr evidir. Sonra uşaq bağçalarıdır. Sonra icma əsaslı ödənişli, yəni valideynlərin öz istəyi ilə. 4 növü var idi, 4 növü. Kim qeyd eləyə bilər? Uşaq bağçası, körpələr evi. Sonra körpələr evi, uşaq bağçası. Körpələr evi, uşaq bağçası. Bir də uşaq evləri. Uşaq evləri. Yaxşı, siz mənə nəyi qeyd eləyin? Hüquq və vəzifənin fərqi nə oldu, müəllimə? Müəllimə, hüquq tərk etmirəmsə, məsələn, mənim uşaqların, yəni, necə deyim, vəzifə mənim, yəni, məcburi eləmə, yəni, borcumdur, hüquq isə gəl. Dövlətin bizə qoyduğu tələbdir. Mən istəyirəm, mükafatlanan, bu mənim hüququmdur. Amma uşaqların, yəni, Azərbaycan xalqından, yəni, başa sala bilmirəm, yəni, başa düşürəm sizi, amma biraz başa salmaya çətin çəkirəm. Yəni, müəllimə, belə deyə bilərik ki, hüquq deyildikdə bu bizim bir növ, belə deyək də, biz öz haqqımızı, bəli, istəyimizi, haqqımızı tələb edə bilərik. Vəzifə isə məcburidir, yəni dövlət bunu bizim qarşımıza tələb qoyub. Yaxşı, müəllimə, dövlətin bizə qoyduğu tələb minimaldır, yoxsa maksimal? Maksimaldır, səhv etmirəm. Xeyr, müəllimə. Minimal olmalıdır, bəli. Maksimal ola bilməz, müəllimə. Daha sonra siz mənə qeyd eləyin keçən dərsin mövzularından. Bildik ki, 4 dənə, belə deyək də, məktəbə qədər təhsilin 4 vəzifəsi vardı. Hansıları idi, müəllimə? 4 vəzifəsi var idi. Şəxsiyyət yönümlü. Onları deyək. Bəli. Şəxsiyyət yönümlü, daha sonra fiziki. Şəxsiyyət yönümlüdür. Şəxsiyyət yönümlü, bəli, daha sonra. Müəllimə, diferensiallaşma zad onlara aiddir ora. Xeyr, müəllimə, fiziki, şəxsiyyət yönümlü kim qeyd eləyə bilər? Fiziki, şəxsiyyət yönümlü. Milli bəşəri dəyərlərdir. Mən hazırlıq deyirsiniz, fiziki hazırlıq, şəxsiyyət yönümlü hazırlıq, intellektual hazırlıq, bir də sosial hazırlıq. Bəli, onları qeyd eləyirəm, müəllimə. Siz mənə deyə bilərsiniz, Çiçək müəllimə, şəxsiyyət yönümlü hazırlıqda nələr nəzərdə tutulurdu? Nə başa düşürsünüz? Şəxsiyyət yönümlüdə müəllimə, anlamaq, onları deyirsiniz, anlamaq deyil. Yəni, motor bacarıqlar, idrak bacarıqları, inkişaf qanunlarıdır, onları deyirsiniz, müəllimə. Müəllimə, şəxsiyyət yönümlü hazırlıqda əsasən ünsiyyət idi, daha sonra özünü qiymətləndirmək idi, qruplarda çalışmağı bacarmaq, başqasını dinləyə bilmək, bunlar idi, müəllimə. Yaxşı, siz mənə qeyd eləyin, müəllimə, müqayisə, analiz, sintez, qruplaşdırma, bunlar hansı hazırlıqdaydı? Bunlar intellektual hazırlıq. Bəs xırda motorikanın inkişafı hansı hazırlıqdaydı? Bu fiziki hazırlıq, şəxsiyyət yönümlülük. Fiziki hazırlıq, müəllimə. Şəxsiyyət yönümlü xeyr. Bəs məktəbə qədər təhsil haqqında Azərbaycan Respublikasının qanunu neçənci maddədə əks olunmuşdu? 94-cü maddənin birinci bəndinin, birinci hissəsinin birinci bəndi.
Bəs neçə fəsildən ibarət idi? Neçə hissədən? 5 fəsildən. 5 fəsil, 25 bənd idi, səhv. 25 bənd. Bəli. Daha sonra siz mənə qeyd eləyin. Tərbiyəçi uşaqdan məsəl üçün deyə bilərik ki, şeiri, daha sonra mövzunu soruşur, amma onun fəaliyyətini bir növ qiymətləndirmir. Bu zaman hansı prinsipi pozur? İnkişaf yönümlülük prinsipi. Bəli, müəllimə. Siz mənə qeyd eləyin, müxtəlif yaşda uşaqların sayı nə qədər idi müəllimə? Müxtəlif yaş qrupunda. Müxtəlif yaş qruplarında uşaqların sayı 1-3 yaşlı qruplarda 10 uşaq, 3-6 yaşlı qruplarda 15 uşaq. Yaxşı, siz mənə nəyi qeyd eləyin? Bir dəqiqə. Dövrün tələblərini nəzərə alıramsa, bu zaman hansı prinsipin tələbini qoruyuram müəllimə? Dövrün tələb yönümlülük. Bəli. Böyük məktəbə qədər dövr neçə yaş əhatə edir müəllimə? 3-6 yaş. Bəs ümumən məktəbə qədər dövr neçə yaş əhatə edir? 1-6 yaş. Bəli, müəllimə. Digər millətlərdən olan uşaqlara hörmətlə yanaşmaq. Bu hansı hazırlığın tələbi idi müəllimə? Sosialdır müəllimə. Bəli, müəllimə. Sosial. Müəllimə, digər müəllimə ilə davam eləyək. Çox sağ olun müəllimə. Allah razı olsun. Siz də sağ olun. Daha sonra Müjgan müəllimə. Buyurun müəllimə. Yaxşı müəllimə, siz mənə qeyd edin. Yaş kateqoriyasına görə neçə qrup var idi və həmən qruplar neçə yaş aralığını əhatə edirdi? Kiçik qrup, orta qrup, böyük qrup, bir də məktəbə hazırlıq qrup. Neçə yaş əhatə edirdi o qruplar? 1-3 yaş, bir qrup, 3-4 yaş orta qrup, 4-5 yaş böyük, 5-6 məktəbə hazırlıq. Bəs kiçik məktəb dövrü hansı yaş aralığını əhatə edirdi? Kiçik məktəb dövrü 1-6 yaş. Xeyr. 3-6 yaş. Xeyr müəllimə. 1-3 yaş müəllimə. 1-3 yaş. Kiçik məktəbə qədər yaş dövrü 1-3 yaş idi. Böyük məktəbə qədər 3-6 yaş. 2-6 yaş. Bəli müəllimə. Bəs məktəbə hazırlıq neçə yaşlı uşaqlar üçün zəruri idi müəllimə? Məktəbə hazırlıq 1-6 yaş. 5 yaşlı. 5 yaşlı uşaqlar müəllimə. 5. Mən onu qarışdırıram. Bəli müəllimə. Daha sonra siz mənə qeyd edin, yaş qrupları üzrə uşaqların sayı necə idi? 1-3 yaşda 15 nəfər uşaq. 3-6 yaşda 20 nəfər. Bəli. Yaxşı, siz mənə qeyd edin. İnklüziv təhsil nə idi müəllimə? İnklüziv təhsil maddi imkanından, əqli fiziki inkişafından asılı olmayaraq bütün uşaqların bir yerdə təhsil alması. Deyirik ki, uşaq daha çox fiziki hərəkətləri yerinə yetirir, qaçır, tullanır, hoppanır. Bu zaman hansı hazırlığın tələbi qorunur? Fiziki hazırlıq, böyük motorika. Xeyr müəllimə. Şəxsiyyət yönümlü hazırlıq müəllimə. Şəxsiyyət yönümlüdə motorika, yəni. Yaxşı müəllimə, siz mənə qeyd edin, şəxsiyyət yönümlülük deyildikdə nə nəzərdə tutulurdu? Bir də neçə faktordan ibarət idi? Şəxsiyyət yönümlü hazırlıq, ümumiyyətlə şəxsiyyət yönümlü. Şəxsiyyət yönümlü hazırlıq, yox müəllim. Bəli, şəxsiyyət yönümlü hazırlıq deyildikdə nə nəzərdə tutulurdu? Şəxsiyyət yönümlü uşaqlardakı zəruri həyat bacarıqlarının formalaşdırılmasıdır. 4 faktordan səhv eləmirəmsə. Bəli, hansıları idi? İdrak, ünsiyyət, milli bəşər dəyərlər, bir də psixomotor hərəkətlər, bacarıqlar. Yaxşı, mən deyirəm ki, qrupumuza zəhmət olmasa digər müəllimə səsi bağlayardınız da Vüsalə müəllimə. Deyirəm ki, digər millətdən qara dərili bir uşaq gəlib qrupa. Uşaqlar da həmən uşağı lağa qoydular. Bu zaman prinsiplərdən hansını pozuruq? Prinsiplərdən Azərbaycançılıq. Xeyr, müəllimə.
Hansı ola bilər? Dünyəvilik. Bəli, dünyəvilik. Bəs hazırlıqlardan hansını əhatə eləyir bu? Hansı hazırlığa aiddir? Sosial. Sosial hazırlıq. Bəli, sosial hazırlıq. Yaxşı, siz mənə qeyd edin. Tərbiyəçi müəllim dərsi sadədən mürəkkəbə doğru keçirsə hansı prinsipi qoruyur? Varislik. Tərbiyəçi uşağın inkişafını izləmirsə, bu zaman hansı prinsip pozulur? İnkişaf yönümlülük. Tərbiyəçi müəllim uşaqların potensiallarını, maraqlarını nəzərə alırsa hansı prinsipi qoruyur? Uşaq yönümlülük. Tərbiyəçi müəllim mövzunu əvvəlcədən hazırlamır. Bu zaman hansı prinsip pozulur? Nəticə yönümlülük prinsipini pozulur. Bəli. Daha sonra dini təbliğə yol verməmək hansı prinsipdə öz əksini tapmışdı? Dünyəvilik prinsipi. Aha, bəli müəllimə. Yaxşı, siz mənə nəyi qeyd edin? Deyirəm ki, qrupda 2 uşaq var. Biri dərsi zəif mənimsəyir, digəri isə daha belə deyək ki, idraklıdır da, daha tez mənimsəyir. Bu zaman isə mən hər iki uşağa eyni mövzunu verirəm. Bu zaman hansı prinsipi pozuram? Uşaq yönümlülük. Başqa hansını poza bilərəm? Nəyi poza bilərəm? Fərdiləşmə. Bəli, fərdilik müəllimə, diferensiallığı pozuram. Diferensiallığı. Çünki hər bir uşağın öz potensialına uyğun verməliyik həmən tapşırığı. Daha sonra siz mənə nəyi qeyd edin? Tərbiyəçi səhər fəaliyyəti zamanı uşaqlara idman hərəkətlərini icra edirsə, bu zaman hansı hazırlığın tələbini qoruyur? Fiziki hazırlıq. Daha sonra siz mənə nəyi qeyd edin? Təxəyyül, təfəkkür, bunlar hansı obrazlı təfəkkür, təxəyyül, daha sonra ümumiləşdirmə, müqayisə, bunlar hansı hazırlıqdayır? İntellektual hazırlıq. İntellektual hazırlıq. Bəli. Sonra belə müəllimə, bugünkü mövzudan da sual verim sizə. Sağlamlıq imkanı məhdud uşaq deyildikdə nə nəzərdə tutulur müəllimə? Nə başa düşürsünüz? Məhdud uşaqlar, sim uşaqlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar. Bəli. Əqli cəhətdən, fiziki cəhətdən, daha sonra nitq ləngimələri. Yaxşı müəllimə, siz mənə nəyi qeyd edin? Bir dəqiqə. Metodist kim oldu müəllimə? Metodist ali təhsilli şəxs. Aha, bəli. Mütləq şəkildə ali təhsilli olmalıdır. Ali təhsilli olmalıdır. Bəli. Daha sonra siz mənə bəs məktəbə qədər təhsilin dövrə standartı deyildikdə nə başa düşürsünüz? Bir də ki, bu prinsiplərimizdən daha çox hansına uyğun gəlir? Mən bir də sual təkrar edə bilərsiniz, zəhmət olmasa. Standart. Məktəbə qədər təhsilin dövlət standartı deyildikdə nə başa düşürsünüz? Yəni bu ailənin, cəmiyyətin tələbinə uyğun olaraq pedaqoji prinsiplər əsasında hazırlanan dövlət sənədi. Bəli, yəni bizə verdiyi bir növ tələbdir də. Yaxşı, bu tələb minimal idi, yoxsa maksimal olmalıdır? Minimal. Bəs dedik ki, burada tələb verir də bizə. Bu zaman hansı prinsipi nəzərə almış oluruq? Tələb yönümlülük. Aha, bəli, tələb yönümlülük müəllimə. Tələb yönümlülük deyildikdə nə nəzərdə tutulur, yaxşı müəllimə? İzah eləyə bilərsiniz. Prinsip olaraq, yoxsa dövlət standartı olaraq? Prinsip olaraq müəllimə. Tələb yönümlülük, yeniliklərlə ayaqlaşmaq, yeniliklərə daha çevik uyğunlaşmaq, dövrün tələbləri ilə ayaqlaşmaq, İKT-dən, kompüterdən, müasir yanaşmalardan istifadə etmək. Aha, daha sonra siz mənə nə qeyd edin? Yaxşı, dedik ki, qısa müddətli təlim qrupu var, bir də icma əsaslı təlim qrupu var. Bunlar arasında əsas fərq nədədir müəllimə? Müəllimə. İcma əsaslı məktəbə qədər təlim qrupu valideynlər. Aha. Buyurun. Buradayım müəllimə.
Bəli. İcma əsaslı məktəbə qədər təlim dedikdə mən qanun nümayəndələrinin, valideynlərin yəni könüllü iştirakı olur, yəni ödənişli olur. Aha. Buna Bəs qısa müddətli təlim qrupu? Qısa müddətli yaş kateqoriyalarına uyğun olaraq ödənişsiz olur. Yəni müəyyən saat müddətində uşaqlarla məşğul olur. Qısaldılmış gün rejimi əsasında təşkil edilir. Yəni hər ikisində əsas cəhət olaraq valideynlərin istəyi ilə nəzərdə belə deyək də, valideynlərin istəyi əsasında təşkil edilir. Daha sonra siz mənə nəyi qeyd eləyin? Defektolog kim oldu müəllimə? Defektolog uşaqlarda əqli fiziki qüsurlu uşaqları korreksiyası ilə uşaqlara məsul olan, korreksiyasına məsul olan şəxs. Aha. Bəs innovasiya nə idi müəllimə? İnnovasiya müxtəlif təşəbbüs tədqiqatlar əsasında formalaşan mütərəqqi yeniliklər. Aha. Bəs qanuni nümayəndələr kimlər ola bilər? Qanun nümayəndələri, valideynlər, uşağın yaxın qohumları, bir də uşaqları qəyyumluğa götürən şəxslər. Aha. Daha sonra mən sizə deyirəm, mükafatlandırılmaq və təltif olunmaq. Bu hüququdur, vəzifəsi təhsil verənin. Mükafatlandırılmaq, təltif olunmaq hüququdur. Aha, bəli, hüququdur. Daha sonra siz mənə qeyd eləyin nəyi? Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək kimin hüququdur? Hüququdur. Təhsil verənin hüququdur. Aha, bəs şərəf və ləyaqətinə hörmət etməliyik kimin? Uşaqların, təhsil alanların. Bəli, müəllimə. İldə bir dəfə dövlət hesabına tibbi müayinədən keçmək kimin vəzifəsidir? Təhsil alanların, yəni uşaqların. Xeyr, təhsil verənin vəzifəsidir müəllimə. Aha, daha sonra fiziki və psixoloji cəhətdən sağlam mühitdə tərbiyə olmaq, daha sonra isə fiziki və psixi zorakılıq hallarından müdafiə olunmaq kimin hüququdur? Təhsil alanların hüququdur, uşaqların yəni. Bəli, müəllimə. Daha sonra siz mənə qeyd eləyin nəyi? Forma metodları sərbəst seçmək kimin hüququdur? Təhsil verənlərin. Bəli, müəllimə. Daha sonra siz mənə qeyd edin. Məktəbə qədər təhsil müəssisəsi seçmək valideynin hüququdur, yoxsa vəzifəsi? Hüququdur. Aha. Yaxşı, siz mənə qeyd edin. Uşaqlarını vətənpərvərlik, Azərbaycançılıq ruhunda tərbiyə etmək vəzifəsidir, yoxsa hüququ? Vəzifəsi. Bəli, müəllimə. Yaxşı müəllimələr, bu günlük bu qədər. Növbəti dərs üçün testləri atacağam.